Xırdalan şəhərində Bakı-Sumqayıt yolunun üzərində mərkəzi xəstəxananın tam olaraq qarşısında 16 mərtəbəli binanın 3-cü mərtəbəsində Kupçalı əla təmirli hal-hazırda mülkiyyətçi özü şəxsən yaşadığı mənzil təqdim edirik sizlərə. Mənzilimiz qanuni 2 otaqdan ibarətdir, əla bir proyekti var. Bina tam yaşayışlıdır, bütün kommunallar fasiləsiz olaraq verilir və 2 ədəd sürətli lifti var. Mənzil əla bir nöqtədə yerləşir, yəni birbaşa Bakı-Sumqayıt yolunun üzərində. Mərkəzi xəstəxananın qarşısında. Bugünkü gün mənzilin 1 manat belə xərci yoxdur. Al köç yaşa vəziyyətdədir. Görürsünüz, qonaq otağını təqdim etdim sizlərə. İndi isə keçəcəyik mənzilin digər hissələrinə tanış olaq. Yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olduq. Genişdə, ölçüdə dəhlizimizdir. Görürsünüz bu şəkildə. Burada sanuzel qovşağıdır. Bütün aksesuarlarla təchiz olunub. Bina çox gözəl əlverişli ərazidə yerləşir. Qeyd etdiyim kimi burada bizim mətbəximizdir. Qonaq otağını sizlərə təqdim etmişəm. Mətbəxdir. Əla ölçüsü var. Mətbəxdən eyvana keçid var. Burada belə bir eyvanımızdır. Qapalı şəkildə cam balkonla bağlanıb bütün kommunikasiya xəttləri çəkilib, hal-biri yığılıb burada. Və birbaşa Sumqayıt yolunun kənarında şəhərə işləyən avtobus və taksilər birbaşa binanın qarşısından keçir. Mərkəzi xəstəxananın qarşısında yerləşir. 10 saylı məktəbin yaxınlığında. Bu əraziyə 8 saylı məktəb də yaxındır. 16 mərtəbəli binanın 3-cü mərtəbəsidir. Qiymət əla bir qiymətdir. Yalnız nəqd şəkildə satılır, ipoteka kreditlə satılmır. Burada mənzilimizin yataq otağıdır, görürsünüz. Belə bir ölçüsü var. Təkcə yataq otağında aboy yoxdur, dəyərli izləyicilər. İstəyə görə, zövqə görə aboy işləri gördülə bilərsiniz. 75 kvadrat metrdən ibarətdir. Qanuni 2 otaqdır, kupçalıdır. Yalnız nəqd şəkildə satılır, dəyərli izləyicilər. Metlaq olan hissələr isti döşəmədir. Bütün kommunallar 24 saat fasiləsiz olaraq verilir. Mənzilin sənədi kupça əldədir. Dəyərli izləyicilər, sizin də satışda əmlaklarınız, mülkləriniz varsa bizə müraciət edə bilərsiniz. Satışda olan əmlaklarınız barədə məlumat verirsiniz. Biz onların çəkilişini həyata keçiririk və qısa zamanda onların satışını yerinə yetiririk. Ətraflı məlumat almaq üçün buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.